qonağımız olacaq. İcazə versəniz balaca Alqayıt qardaşım haqqında bir təzə başlayıb efirlərimizə bildiyimə qədər. Kəlbəcəri balasıdır. Bilirsiniz, Kəlbəcərilər də sazı, sözü duyan, bilən insanlardır. Özü də adı da kimin adıdır? Böyük üstadımız Allah rəhmət eləsin. Torpağı sən ömür versin. Şair Alqayıtın adıdır. Alqayıt kişi yəni bir ünlü bir insan oldu. Hamımız tanıyır. Qardaşımıza uğurlar arzu edirəm. Qardaşımızı mən ilk dəfədir gördüm. Aşağıda demək oturduğumuz iki otaq var idi. Oradan çıxanda mənim üçün çox xoş oldu. Həm də baxdım ki, yəni yaxşı insanlarımız demək çoxdur. Doğrudur. Demək onun o qabiliyyətinə fikir verdi. Mən sazı qoymadı götürməyə. Sazı götürdü ki, ustad sazı mən götürəcəm. Ona görə mən təşəkkür edirəm qardaşımıza. Vallah, bəzən deyirik, dövrümüz dəyişib, insanlarımız bitər, giley güzar olur. Həmbə yaxşılarımız çoxdur, yaxşılardan da danışmaq. Qardaşım, sənə uğurlar arzu edirəm, sənin o mərifətin, qanacağın, qabiliyyətin. Sizə öz təşəkkürümü bildirirəm ki, rayonlarımızdan bax, belə qabiliyyətli insanları da dəvət edir. Siz sağ olun, var olun, dəyərli sənətkarımız. Aşığımızdan deyirəm, bəlkə gözəl bir ifa gəlsin. Sazımız da buradadır, sözümüz də buradadır, dəyərli sənətkarımız da buradadır. Gəlsin, bəli, ifa məqamıdır. Smile, smile.